What we are looking at is the scene of the crash site in Perezyovsky as viewed by a camera on top of a military truck. The focal point of this scene is here. UFO tədqiqatçılarına görə 5 yad planetli növü dünyamıza hakim olmaq üçün çalışır. Bu növlər bir-birindən qəribə xüsusiyyətlərə və keçmişə sahibdirlər. UFO mütəxəssislərinə görə dünyamıza hakimiyyəti altına keçirmək istəyən bu 5 növ artıq aramıza qarışıb və insanlar ilə birlikdə yaşayır. Birinci növ Siryanlardır. Siryan irqinin antik dövrlərdə Misir kimi fərqli uyğarlıqlara universal məlumatlar çatdırmaqla öhdəçilikli və inkişaf etmiş canlılar olduğuna inanılır. Sözü gedən irqin Mayalılara da ilham verdiyi iddia edilir. Şübhəsiz ən məşhur yad planetli xalqı Bozlardır. İnsan qaçırma hadisələrindən onlar məsul tutulur. Şübhəlilər onları tez-tez, kiçik, yapışqan başlı və iri qara gözlərlə təyin edir. Telepatik formalarda ünsiyyət quran bozlar, hökumətlərlə razılaşdıqları da iddialar arasında yer alır. Üçüncü növ uzun bozlardır. Adi boz yad planetləri qədər məşhur olmasalar da, uzun bozlar son dərəcədə uzun, öz irqlərində nəfəs və fiziki olaraq güclüdürlər. Bu növ insan həyatını dəyərsiz olaraq qəbul edir. Uzun bozlar Orion bürcü qaynaqlı olaraq xarakterizə edilir və bozların pullu əsgərləri olaraq qiymətləndirilir. Çünki bozlar dövlətlərlə razılıq əldə edərkən daima bir şansa sahib olmalıdır. Yollarına çıxanları məhv etməkdən heç vaxt çəkinmirlər. Ancaq qısa bozlar və uzun bozlar arasındakı razılaşma sona çatmış kimidir. Bəzi yad planetli tədqiqatçıları planetlərinin tamamilə öldüyünü və artıq tək məqsədlərinin mütləq hakimiyyət olduğunu müdafiə edir. Zeta Reticuli olaraq adlandırılan dördüncü növ, sözdə mənası Zeta Reticuli sistemindən gəlir və yad planetli tədqiqatçılar arasında kaşif olaraq xarakterizə edilirlər. Ümumiyyətlə 150 sm-dən qısadırlar. Növün Apek olaraq adlandırılan bir planetdən gəldiyi iddia edilir. Söz gedən planet dünya ilə böyük bənzərliklərə sahibdir. Təəssüf ki, bir növ nüvə partlayışı bitki həyatının pozulmasına səbəb olub və bu da mədəniyyətin yeraltı sığınacaqlarını inşa etməsinə şərait yaradıb. Sonuncu növ isə sürüngen yad planetlərdir. Digər adları ilə reptilianlar. Sürüngen yad planetlilər 2 ayaq üzərində dura bilən, qabarmış yaşıl dəri, güclü bir bədən qoxusu və həddindən artıq böyük gözləri ilə diqqət çəkir. İnsanlarla olan qarşılıqlı təsirlərinin minlərcə il əvvələ dayandığına inanılır. Dünyanın dörd bir yanında yaşayan insanlar sürüngen varlıqları təsvir edərkən, insanlara qarşı həddindən artıq düşməncə münasibətlərindən danışırlar. Reptilian irqi rəvayətə görə insanlığın şəfəqindən bəri bizlərlə yaşayır.